Salam əziz dostlar, biz yenə kəlam elminin dərslərinə davam edirik. Səhifə 39-da zərurət və imkan dəlili və bu zərurət və imkan dəlilinin digər iki dəlildən, yəni fitrət dəlilindən və həmçinin teleoloji dəlildən fərqini danışırıq. Bu da ikinci mövzudur, fərqdir. Buyurur ki, bəzən deyir elmi və psixoloji amillər nəticəsində Allahı tanıma məsələsində skeptik mövqe tutaraq, yəni hər şey şəklə yanaşaraq. Skeptik mövqe tutmaq, yəni şəklə yanaşmaq. Şəklə yanaşaraq etiraz etmək və irad tutmaqla məşğul olan insanlarla rastlaşırıq. Bəzən biz indi o birisi dəlillərdən danışanda başlayırlar, sən nə danışırsan, boş şeylərdir, nə bilim, hər şey təsadüfən yaranır filan bəhman, belə danışırlar. Bunlarla rastlaşdığımız üçün, deməli, şübhəsiz daha çox biz fitrətə əsaslanaraq, ayıq və pak vicdanlı insanlara gətirilən dəlillər belə insanları qane etmək üçün kifayət etmir. İndi biz pak fitrətə aid fitri dəlildən danışsaq onlara, həmin o etiraz edənlərə, onları qane eləmir. Onları qane eləmir və onlar üçün kifayət eləmir. Bu surətdə dəqiq dəlillər öz yerini tapır və dəqiq əqli dəlillər öz yerini tapır və kəlami diskussiyalar vasitəsilə Allaha etiqadın düzgünlüyünü aşkar edir. Bu əqli dəlillər onlar üçündür ki, onlar şəklə yanaşırlar, onlar nizam dəlilinə təsadüf deyirlər, fitri dəlili qəbul eləmirlər, amma əqli dəlil qarşısında artıq onlar məcburdurlar, aciz qalırlar, ona qarşısında susurlar da, onun barəsində bir söz deyə bilmirlər. Bu səbəbdən də əqli dəlillərin, yəni bu imkan və zərurət və imkan dəlili əqli dəlildir. Əqli dəlillərin üstünlüyü budur ki, inkarçıların etirazı qarşısında böyük rol oynayır. Həmin bu əqli dəlil. Məsələn, bu səbəbdən məsum imamlardan bəzi məsum imamların bəzi ateistlər və qeyri-müsəlmanlarla mübahisələrində İslamın haqq olmasını isbat etmək məqsədi ilə gətirdikləri dərin və incə dəlillərlə rastlaşırıq. Biz qədim kitablarda imamların bəhslərinə, münazirələrinə baxanda baxıb görürük ki, onlar əqli dəlillər gətirirlər orada. Məsələn, İmam Rıza əleyhissalamın münazirələrinə baxsaq, dəlillərə baxsaq, bu kifayət eləyər. Bu cür dəlillər, həmin bu əqli dəlillər, inadkar şəxsləri hidayət etməsə də belə, onların şübhələrinin digərlərində təsirinin qarşısını alır və məntiqsiz olmasını aşkar edir. Baxmayaraq ki, onlara təsir eləmir, amma onlar ki, şübhələr atırlar, digərlərinə təsir qoyurlar, onları şübhəyə salırlar, o təsiri azaltmaq və aradan aparmaq üçün əqli dəlilin çox böyük rolu var. Sağ olun.